Hər birinizə salam əziz izləyicilər. Mən Elsəvər Əmirli. Bugün sizlərlə bir arada 2024-cü ildə keçirilmiş olan qəbul imtahanlardan 3-cü informatikaya baxırıq. Yəni bildiyimiz üzrə informatika 4 dəfə olub. Birinci şansda 2 dəfə, ikinci şansda 2 dəfə. Biz ikinci şansın birincisinə baxırıq. Digərlərinin izahları da YouTube kanalımızda mövcuddur. Gəlin başlayaq birinci sualımızdan. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Əla. Neynir? Birinci print edir A simvolunu. D, B, C variantları getdi. Sonra plus simvolunu çapa verir. Sonra B-nin dəyəri, yəni 52-ni çapa verir. E variantda getdi. Cavabımız oldu A variantı. Bildiyimiz kimi dırnaq arasında olanlar olduğu kimi ekrana yazılır. Sonra Python-da yazılmış proqram nəyi təyin edir? S0-da K5, K26-dan kiçik olduğu müddətcə S-in üstünə K-nı gəlir, K-da 4 dəfə artır. Aha. Biz müəyyən edə bilərik ki, dövr daxili proses neçə dəfə işləyəcək? 5 dəfə, 4 dəfə gələndən sonra hələ ödəyəcək 5 dəfə. 5 dəfə, hətta 6 dəfə daha doğrusu. Dövr daxili proses 6 dəfə işləyəcək. 5 dəfə işləyəndən sonra 5 dənə 4 gəldi K-nın üzərində. Yəni 20 gəldi, olacaq 25 yenə ödəyəcək, 6-cı dəfə işləyəcək. Bu isə 6 dəfə işləyir. Yəni 6 dəfə cəmləyəcək. Nəyi cəmləyəcək? 5-i, 9-u, sonra 4 vaid artır, olur 13-ü. Bu formada davam edir. Nədir bu? Variantlara baxanda da başa düşə bilir ki, silsilədir. Birinci əddə neçədir? 5-dir. Birinci əddə 5, hamısında 5 yazır. Silsilə fərqi neçədir? 4-dür. İlk neçə həddən cəmləyəcək? Biz də bayaq müəyyən elədik ki, ilk 6 həddinin cəmi. İlk 6 həddinin cəmi. Buradakı 26 bizi çaşdırmasın. Yəni burada məsələn C variantını işarə edib testdə yazılan kimi olubsa. Lak sözü Sezar üssü ilə şifrələndikdə bu ifadə alınıb. Eyni qayda ilə digər sözün birləşməsi şifrələndikdə bu ifadə alınır. Gəlin baxaq. Deməli, L-dan G-yə gəlmək üçün neçə addım gedir? 1, 2, 3, 4, 5. 5 addım. Deməli, bütün hamısında 5 addım olacaq. Hansı variantlarda baxacaq ki, 5 addım gedəndən sonra bu ifadəni, bu şifri ala bilərik? Hansından 5 addım sonra bu? Baxaq, məsələn, A variantına. C-dən 5 addım gedəndə 1, 2, 3, 4, 5. H olur A variantı getdikdə. Sonra H-dan 5 addım. 1, 2, 3, 4, 5 ödədi. H ödədi. Onda qaldı B, D, C variantları. Bunların da hamısının sonu fərqlidir deyə son simvoluna baxaq. Bunun son simvolu D-dir. D-dən 5 addım dala qaydaq, sürətdə tapaq. 1, 2, 3, 4, 5. Deməli, sonu Y simvolu ilə bitməlidir ki, Y-dan 5 addım sonra gəlirdi. Sonunda Y simvolu ilə bitən C variantıdır. Cavabımız oldu C variantı. Gəlin baxaq növbəti sualımıza. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Əla. Görək nə iş görür ki? Funksiyamız ümumiyyətlə baxaq görək nə iş görür. Cüt ədəddirsə bir vahid artırır, tək ədəddirsə 2 qatına, yəni 2-yə vurur. Əla. Əla. Lap yaxşı. Nə deyirik? Görək nə edir indi? Hər dəfə bütün ədədlər üçün, bütün 11, 3, 22, 14 üçün rəqəmləri cəmin yollayır və rəqəmləri cəmin S append edir. Əla. Bu 11-in rəqəmləri cəmi cütdür, yəni 2-dir, bir vahid artacaq, olacaq 3. 3-ün rəqəmləri cəmi 3-dür, təkdir, 2-yə vuracaq, olacaq 6. 22-in rəqəmləri cəmi 4-dür, cütdür, bir vahid artıracaq, olacaq 5. 14-ün rəqəmləri cəmi 5-dir, tək olduğuna görə 2-yə vuracaq, olacaq 10. Olacaq 10. Və axırda bitəndən sonra S-in maksimum. S-də də maksimum 10 var. Çap eləyəcək onu, yəni Y variantının 4-cü sualda. Keçək 5-ci sualımıza. Nədir? Təqdim edilmiş qraf üçün qonşuluq matrisi tərtib olunarsa sıfırların sayı neçə olur? Əla. Necə tapa bilərik? Təpələrin sayı müəyyən edək. Birinci 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 30. 30 dənə təpə var. Bu nə deməkdir? Bu üçün qonşuluq matrisi çəkəndə ABC, ABC bu formada çəkəndə. Bu o deməkdir ki, 30 zəmbəli, 30 zəmbəli, 30-un kvadratı qədər mənim xanam var. İndi bu xanalarda ya 0 olur, ya 1 olur da, düzdür? Məndə sıfırların sayını soruşur. Onda birlərin sayını tapa bilərəm, tapım rahatlığıma. Çıxım opki xanaların sayından sıfırların sayını tapım da.
Birlərin sayını da necə tapacağam? Heç nə. Biz bilirik ki, adi qrafda bir dənə til, məsələn A ilə B, bura A-dırsa, bura B-dirsə, A, B arasındakı til həm A-dan B-yə 1 deməkdir, həm də B-dən A-ya 1 deməkdir. Yəni mən tillərin sayını tapıb 2-yə vuraraq, xanaların sayından çıxaraq sıfırların sayını müəyyən edə bilərəm. Gəl indi nə edək? Gedək tilləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, bu da 30. 30. 30 düz saydıq, hamısını düz saydıq mı? Bir dənə baxaq görək. Gözdən qaçan yoxdur. 30 dənə də til var. 30 dənə də til var. Yəni 30 vur 2-də çıxacaq bundan. Deməli 900-dən 60 çıxanda, 900-dən 60 çıxanda. Bura 30 təpə deyildi. Biz təpə sayını 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 sayıb 30 yazmışıq. Bir dənə baxaq, diqqətli olaq. 20 kvadratı 400-dən çıxacaq 30 vur 2-ni, yəni 60-ı. Bu da verəcək bizə neçə? 340. 340. Deməli 340-dan 0 olacaq. Neçədən 1 var? 30-dan. Yox, 30 vur 2-dən, yəni 60-dan. 30 dənə til var. Zaman amilinin nəzərə alınmaqla modellərin hansı növləri var? Bu, dinamik və statikdir. Statik zaman keçdikcə dəyişməyəndir, dinamik isə dəyişən. Cavabımız oldu B variantı. Baxaq 7-ci sualımıza. Verilənlər bazasındakı cədvəl, bu sorğu tətbiq olunarsa, ixtiyacların sayının cəmini müəyyən eləyək. Müəllifin sonundan olanlar hansılardır? Budur. Düzdür. Or, birləşmə, əsər adı K ilə başlayanlar, bunlar ikisidir. Yəni, bunların birləşməsi elə opşamsı olacaq, 1, 2, 3, 4-ün hamısı. Yəni, bunların tiraj sayıların cəmini istəyirsə, buradakı ədədləri cəmləyəcəm. Deməli, nə görürük? 6000, 7500. 7500 cavabım oldu. D variantı. Keçək sonra 8-ci sualımıza. Elektron cədvəl fraqmentinə əsasən uyğunluğu müəyyən edin. Əla. Tapaq bir-bir. B2 plus C2, B2, 4, C1, B2 plus C1, 4 plus 6, 10, vur 2, 20. 20. 3A1, 3 plus D3, 3 plus 5, 8. Sonra Y1 plus C3, 10 plus 8, 18 bölü 2, 9. Əla. İndi bunlara tapaq. C2 vur C2. 400 bölü 2, 200. Bura getdi C variantı. B3 vur C3. B3, 8, C3, 8, 64. Bura getdi D variantı. Y3 plus Y3 neçədir? 9 plus C1 bölü 3. 9 plus 2. O da oldu 11. Burada getdi A variantı. 1-ə C2-yə D3A. Cavabımız oldu 8-ci sual üçün C variantı. Baxaq 9-cu sualımıza. Proqramın icrası nəticəsində P dəyişəninin 3, R dəyişəninin P3, R-də 120. 120. Əla. Klaviaturadan tapılması üçün klaviatura K dəyişənə daxil edilə biləcək cəmi neçə natural ədəd var? Cəmi neçə natural ədəd var? Baxaq görək nə işləyir ki proqram. P1-dir, P hər dəfə bir vahid artır. Deməli, dövr daxili proses 3 dəfə işləyib. Yəni 3 dəfə P-nin üstünə 1 gəlib ki, P olub axırda 3. Onda belə çıxır ki, R-i də 3 dəfə K faiz 8-ə vuracaq. K-nı da 3 dəfə 2 slaşdan 8-ə böləcək. Əslində bu suala çox rahat olsun belə yanaşa bilərik. 8-ə bölünməsinin alınan qalıqlar nə ola bilər? 0, 1, 2, 3, sonra 4, 5, 6, 7. Bu ədədlər ola bilər. Bu ədədlərdən hansıların hasili bizə 120-yi verə bilər? Yalnız 4 vur 5 vur 6-nın hasili. Əla. 8-ə bölünməsindən alınan qalıqlardırsa, 8-ə. Mən buna 8-lik say sistemi kimi yanaşaraq deyə bilərəm ki, 8-lik say sistemində 4, 5, 6 ədədi, 4, 5, 6 ədədi 8-lik say sistemində. Onluğa çevirəndə, burada yerinə qoyanda ekrana
bu nəticələr çıxacaq. Yalnız 4, 5, 6-dır? Yox. 4, 5, 6-nın öz aralarında yerlərini dəyişə bilərdi. 3 dənə rəqəmdir. Bunlar öz aralarında 3 faktorial yer dəyişmir. Yəni 6 dənə müxtəlif hal qura bilərəm də bu üç ədədlə. Yəni ümumilikdə cavabım olacaq 6. Yəni 6 müxtəlif ədəd var ki, bunları daxil edəndə ekrana birinci 3, sonra 120 çıxsın. Cavabım oldu B variantı. Baxaq növbəti sualımıza. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X bölüdü 0-dan, hə, elsə getdi işinə, bu elsə. X kiçikdir 120-dən, hə, bu elsə getdi işinə. Z-də X vurulsun, Z oldu neçə 50 vurulsun 4, oldu neçə 200. Z kiçikdir 200-dən, yox, nə çıxışa verdi? 50, sonra 200. Sonra 200, 50, sonra 200. Cavabım oldu neçən sual? 10-cu sual üçün D variantı. D variantı. Uyğunluğu müəyyən edin. Xidməti klavişlər. Bunlar olacaq biz üçün burada hansılar var? Tabla escape var. Oldu CD1-ə. CD. Kursorun idarə edilmək klavişləri F1-dən F12-yə kimidir. Burada da F12 var, B, funksiyonal. Funksiyonal hansılar oldu? F1-dən F12-yə kimi. Bura getdi B. Kursorun idarə edilməsi page up, page down, home, end. Nə var burada? End var, A-nan, Y də getdi bura. 1-ə SA, 2-ə AY, 1-ə SA, AC, yəni SA deyəndə. 1-ə AC, xidməti klaviş. AC niyə yazmışım? Bu D, CD yazmaq istəmişəm bura. CD. Bu D-yə oxşamır. Hə, 1-ə CD, 2-ə AY, 3-ə B. Oldu B variantı. Baxaq 12-ci sualımıza. Mətn redaktorunda əzmlə çalış sözləri yazıldı. Aşağıdakı əməliyyatlardan sonra mətn redaktorunda cəmi neçə sözü olacaq? Əzmlə sözü seçildi, kopyalandı. Əla. Kopyalandı. Kursor mətnin sonuna yerləşdirildi və bir boşluq simvolu daxil etdikdən sonra Ctrl V-yə basıldı. Yəni əzmlə çalışın sonuna bir dənə də əzmlə yazıldı. Əzmlə. İndi nə deyir? Option mətni seçdi, əzmlə çalışı seçdi, yəni 3 sözdən ibarət bir şey seçdi və kursor hər dəfə növbəti sətrin əvvəlinə keçməyini seçdi və kəsdi, yəni əlinə götürüb hal-hazırda. Hər dəfə növbəti sətrin əvvəlinə keçmək üçün 3 dəfə, bu əlindəkini 3 dəfə qoyanda bundan 3 dənə olmuş olacaq. Bundan 3 dənə olmuş olacaq. Deyir ümumilikdə neçə söz olar? Bunun bir dənəsində 3 dənə söz varsa, 3 dənəsində ümumilikdə 9 dənə söz olacaq. Cavabım olacaq A variantı. 12-ci sual. Baxaq 13-cü sualımıza. Web səhifəyə cədvəl əlavə etmək üçün HTML kodu yazılıb. Əla. Baxaq münazirələrə. Cədvəl 3 sətr 2 sütundan. Deməli, birinci sətrim, ikinci sətrim, burada da 3 dənə sütunum var. Deməli, nə oldu? 2 sətr 3 sütundan. 2 sətr 3 sütundan ibarət. Sonra davamında nə deyir? Cədvəlin ikinci sətrinin üçüncü sütununda Asiya sözü əks olunacaq. İkinci sətrin üçüncü sütununda. İkinci sətrin üçüncü sütununda Asiya yox, Azərbaycan. İkinci sətrin üçüncü sütunu deyilmiş. Biz ikinci sətrin ikinci sütununa baxdıq. İkinci sətrin üçüncü sütununda Asiya sözü əks olunacaq. Düz. Bu düz. Asiya sözü harada çox getdik. Asiya sözü əks olunacaq. Bu doğru fikirdir. Cədvəlin ikinci sətrinin birinci sütun elementi qalın. İkinci sətr birinci sütun. İkinin birincisi qalındır. Bu da düzdür. Bu da düzdür. Cədvəlidə ayıracaq xətlərin qalınlığı borderi 3 verib 3'dür. 1 deyil. 3'dür, 1 deyil, getdi 5 işinə. Cədvəlin ikinci sətrinin ikinci sütun elementi kursivlə. 2-nin ikincisi heç normaldır, heç əlavə bir şey yoxdur. Bu da getdi işinə. Nə oldu biz üçün orada? 2, 3, 4 oldu bizim cavabımız Y variantı. Baxaq 14-cü sualımıza. Aha. Tənliyi həll eləməyimizi istəyir. Həll etmək üçün birincisi vahidləri eyniləşdirirəm. Kilobaytdan bayta gəlmək üçün 2 üstü 10-a vuracam. 8 də 2 üstü 3-də olacaq 2 üstü 3x. Bunları bir-birinə vuranda əsaslar eyni deyək. Qüvvətlər toplanacaq olacaq 2 üstü 3x plus 10 bayt. Əla. Bu isə onsuz o baytdır. 16 2 üstü 4 də olacaq. 2 üstü 4 vurulsun bu. Yəni belə deyim. 2 üstü 8x plus 20. Bu da byte.
getdi. Əsaslar eynidir, qüvvətləri eyni götürə bildik. 8 x plus 20 bərabərdir 3x plus 10-a. 3x plus 10-a. 5x da bərabərdir nəyə? Mənfi 10-a. X da bərabərdir mənfi 2-yə. Cavabımız olacaq C variantı 14-cü sual üçün. Sonra baxaq 15-ci sualımıza. Cəmli ikili say sistemində ifadə edilərsə, alınan ədəddə neçə bir rəqəmi olar? Gəlin baxaq. İkisini də ikiliyə keçək, alt-balat cəmliyə. 16-dan ikiliyə rahat keçə bildik də, hər bir simvolun 4-dən ikili simvolunu əvəzləmək. 2 yazmaq üçün bu 0, 0, 1, 0 olacaq. Bunlar geçəcək, onsuz təsirsiz sıfırlar. 2 üçün olacaq 1, 0. B neçədə 11-dir. 8, 4, 2, 1 ilə 11-i yaratmaq üçün, deyərik ki, 1, 0, 1, 1. Olacaq neçə? 11. 1, 0, 1, 1. Əla, bu biri. 8-likdən keçmək üçün 1 elə 1-dir, qaldı yerində. 2 yazmaq üçün. Nə yazacaq? 0, 4, 2, 1-dən istifadə edərək 0, 1, 0, yəni 2. Olacaq 0, 1, 0. 7 yazmaq üçün hər üçü də olmalıdır. 1, 1, 1. Əla. Bunları cəmləyəndə, gəlin alt-balat cəmləyərək rahat həll edək. Demək, hansının uzunluğu daha böyükdür desən bunu. Aha, 1, 0, 1, 0, 1, 1, 1. Digəridən nədir? 1, 1, 0, 1, 0, 1. Bunların cəmi. 1 ilə 1-in cəmi 2. İkili say sistemində 2 yoxdur deyə 2-yə böldük, 0 yazdıq, 1 yadda. Yenə 1 ilə 1-in cəmi 2. 1 yadda 3. 2-yə böldük, 1 yazdıq, 1 yadda. 1 ilə 0-ın cəmi 1, o 1 yadda 2. 0 yazırıq, 1 yadda. Yenə 0 yazırıq, 1 yadda. 0 yazırıq, 1 yadda. 0 yazırıq, 1 yadda. 0 yazırıq, 1 yadda da keçdi bura. Ümumi nələrin sayını soruşurdu. Neçə bir rəqəm olar? 2 bir rəqəm olar. Cavabımız olacaq 15-ci sual üçün Y variantı. Baxaq növbəti sualımıza. N natural ədədi üçün alqoritm icrasından sonra hansı ifadənin qiyməti hesablanır? Gəlin baxaq. Deməli nə? I1-dən başlayır, hər dəfədə 2-2 artır. Deməli, nədir? Məxrəc 2-2 artmalıdır. 1, 3, 5, 1, 3, 5, 1, 3, 5 getdi. K ilk dəfə müsbətdir, hər dəfə işarəsini dəyişir. Surətdə də K dayanıb. Yəni, bir dəfə mənfi, bir dəfə müsbət, bir dəfə mənfi. İlk dəfə də müsbət olmalıdır. İlk dəfə müsbət. Bunda heç işarə dəyişməsi yoxdur. Qaldı bir dənə cavabım D variantı. Yəni, sonuna baxıb da müəyyən edə bilərik ki, ilk addımda burada müsbət olur. 2 qoyanda yenə mənfi olur bu formada. Baxaq indi 17-ci sualımıza. Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Əla. Sort eləyir, gəlin eləyək. Sort elədik 0, 1, 2, 3, 6, 9. Neynir? N6-dır. 1-dən N-1-ə kimi, yəni 5-ə kimi 1-4 parçasında gəzir. 1-4 parçasında. Hər dəfə neynir? Insert eləyir I plus 1-ci indeksə. Yəni ilk dəfə ikinci 0, 1, ikinci indeksə. Yəni bu sürüşür bir yana. Nə olur? 0, 1, 5-i insert eləyir. Sonra davamında bunlar düzülür. Gələn dəfə i2 olanda 2 plus 1, yəni 3-cü indeksə 0, 1, 2, 3. Yəni yenə bu hissəyə 5 əlavə eləyəcək. Və 4 dəfə işlədiyinə görə yenə gəlib bu hissəyə 5 əlavə eləyəcək. Sonra gəlib bir dənə də 5 əlavə eləyəcək. Və bu bütçələr avtomatik yerdə qalanlar 2, 3, 6, 9 sürüşmüş olacaq hara? Sağ tərəfə. Sonra sonda da reverse eləyəndə tərsinə çevirəndə 9, 6, 3, 2, 4 dənə 5. 4 dənə 5, 1, 0 formasında olar. Demək, 9, 6, 3, 2, 9, 6, 3, 2, 9, 6, 3, 4 dənə 5, 1, 0. Cavabım olar B variantı 17-ci sual üçün. Baxaq 18-ci sualımızın izahına. Faillər üçün yanlış münazirəni seçin. Eyni diskdə yerləşirlər, bu yanlışdır. Bu doğrudur, avtomatik. Eyni qovluqlarda yerləşirlər, bu yanlışdır. Deməli, tipləri eynidir, yox. Bu da yanlışdır. Neysə, 1, 3, 5. 1, 3, 5. 1, 3, 5. Yanlış. Uyğunluğu müəyyən edin.
Nömrələnmiş siyahı. Nömrələnmiş nədir? Yəni sıralanmış. Bu OL-dir, yəni ordinary getdi 1-ə, B. Təyin etmə siyahısı, bu izahlı siyahı, təyin etmə siyahısı bu 2-yə getdi, C. İşarələnmiş də ki, bizim üçün UL-dir, bu da getdi Y. B, S, Y. B, S, Y. Cavabım olacaq D variantı 19-cu sual üçün. 20-ci sual. RGB kodlaşdırma sistemində 210 vurulsun 209 ölçülü təsviri informasiya həcminə bərabər olan bu sistemdə kodlaşdırma təsvirdə neçə piksel var? Bu RGB-dədir, yəni 3 baytlıq deyək də. 3 bayt. 3 bayt. Bunun həcminə bərabər olan x dənə pikseldən ibarət CMYK palitrasında belə deyim, kodlaşdırılmış bir təsvir var. CMYK-da da biz bildik ki 32 bit və yaxud buna deyə bilərik nə? Heç 32 bit. Başqa nə deyəcək? Belə deyək, baytla da ifadə edə bilərik ki 4 bayt. Elə 4 bayt yazaq. Neçə piksel var? X-i tapaq. Baytlar qısa getdi. Bunu 219-u 202-yə böləndə 217 qalır, 3 vurulsun 217. Cavabım olacaq Y variantı. ASCII kodlaşdırmasında yığılmış 4096, yəni 211 simvollu, daha doğrusu 212 informasiya həcmi artmışdır. Bu başqa bir şey deyilmiş. Biz tələsdik. ASCII kodlaşdırılmasında yığılmış mətni 4096 simvollu əlifbaya keçirən zaman onun informasiya həcmi bu qədər artıb. Həmin mətni 128 simvollu əlifbada. Əla, gəlin baxaq. X dənə simvol var. Bunu ASCII-də kodlaşdırılanda, yəni ASCII-də bir simvolun həcmi 8 bit idi. ASCII-də kodlaşdırılanda həcmi olub Y. Keçib 4096, yəni 12 bitlə kodlaşdıranda isə, bunun həcmi olub Y plus 7 vurulsun 212 bayt. Buradan X-i müəyyən eləyək. Gətirək Y-i burada yerinə qoyaq. Nə olacaq? 8x bit keçəndə bu yana, burada qalacaq 4x bit. Bərabər olacaq 7 vurulsun 212 bayta. Sonra etsən. Buradan da X-i müəyyən eləsək, X bərabərdir 7 vurulsun 212 bayt bölünsün 4 bitə. Vahidləri eyniləşdirmək istəsək, bitdən bilirsiniz ki, və yaxud fərq yox, baytdan bitdən. İndi keçək bitdən bayta da. Bitdən bayta keçəndə 2 üstü 3-ə bölməliyəm. Avtomatik böləndə qalxacaq yuxarı 2 üstü 3. Vahidləri artıq silə bilərəm, eyni oldu. 2 üstü, bu nə belə oldu? Nəsə 2 üstü 3 qalxdı avtomatik yuxarı. 2 üstü 2, 2 üstü 3 qaldı burada 2. Yəni 7 vurulsun 2 üstü 13. 7 vurulsun 2 üstü 13. Nə? Deməli burada 7 vurulsun 2 üstü 13 dənə belə deyim, simvol var imiş həmin mətndə. Həmin mətni 128. İndi bu 7 vurulsun 2 üstü 13 dənə simvol 128 simvollu əlifbinə. Yəni ki, bu nədir? 8 yox, 7 bitlə kodlaşdıran. 128 2 7. 7 bitlə kodlaşdıranda 7 bit onunla kodlaşdıran neçə kilobayt olacaq? Bitdən də kilobayta keçəndə 2 üstü 10 3-ə bölürəm. 2 üstü 10 3-lər getdi. 7 vur 7 49 kilobayt olacaq. Bəli. Başqa mən nə tartışdım? Nəsə. Verilənlər bazası cədvəlinə əsasən Lev Tolstoyun müəllifi olduğu kitabları oxuyan şagirdlər kimlərdir? Lev Tolstoyun müəllifi olduğu kitablar biri budur, biri də ki budur. Deməli 43 14 75, 43 14 75. 43 14 75, sonra 43 14 75, 43 14 75. Bu da bu. Digər hansı idi? 28 21 13, 28 21 13, 28 21 13. Başqa var mı? 28 23 21. Bunlardır. Bunları oxuyanlar kimlərdir? 2 3 7 8-dən 2 3 7 4 plus 3 4
9, 1, 3, 4, 9, 1. Bir dənə var 2, 3, 7, 4. Bu onsuz bir dəfə yazmışıq. Bunlardır. 2, 3, 7, 8, 2, 3, 7, 8. Budur. 2, 3, 7, 4, 2, 3, 7, 4. Budur. 2, 3, 4, 9, 1. 3, 4, 9, 1. O hardan yazılır biz? 3, 4, 9, 1. Ha, buradan 3, 4, 9, 1. Bu da Fidan. Deməli kimdir? Ömər, Fidan, Nərgiz. Fidan, Ömər, Nərgiz. D variantı. Keçək, baxaq 23-cü sualımıza. Deyir, avtomatik qurğu 6 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərflərindən, 26 plus 26-dan, 22 nəyə yazılır? 26. 26 plus 26 dənə hərf. Və 16-lıq say sistemi simvollarından ibarət əlifba tərtib etmişdik. Bu əlifbanın simvolunu eyni uzunluqlu minimal mümkün bit sayı ilə kodlaşdırıldıqda. İndi burada bir incə məqam var, harda? 16-lıq say sistemi simvolları arasında 1, 0-dan 9-a kimi rəqəmlər plus A, B, C, D, Y, F də var. Zaten mən ingilis əlifbasının böyük hərfləri arasında A, B, C, D, Y, F var da. Mənə buradan qalan 10 dənə simvol çatışmır bu əlifbamda. Yəni bunun üstünə 16 yox, 10 gəlir. Ümumi simvolların sayı olur 10. Olur neçə? 40, 52, 62. Ümumi 62 dənə fərqli simvolum olur mən əlifbamda. Bu 62 dənə fərqli simvolu da kodlaşdırmaq üçün mənə 6 bit lazımdır. 6 bit. Əla. Bu əlifbanın üçün 207 səhifə. Hər səhifəsində 208 simvol olan mətn faylı hazırlandı. 6 bitdir. 6 bit. 212 S budur. S tapdım. Bu V-ni də verib ki 212-dir. Bizdən T-ni soruşur. Nə edəcəm? 207 vurulsun, 208 vurulsun 6-nı. Biti böləcəm 212 bitə. Böl saniyə. Bit böl saniyə. Bitlər ixtisar getdi. Deməli 215-i 212-yə böləndə qalacaq neçə? 203. 6 vurulsun 203, yəni 6 vur 8 olacaq 48. Saniyədə qalxır yuxarı olur saniyə. 48 saniyə. Cavabım oldu edilsin 48 saniyə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Nə işləyirik? Listi yenə list 1-4 parçasında dəyişəcək. Biz üçün i-nin deməli cüt qiymətləri üçün nədir? Yəni 0-dan fərqli o deməkdir ki, 1-dən fərqli o deməkdir 0. Yəni cüt qiymətləri üçün. Burada tək qiymətləri üçündür. Deməli təkdir. Birinci indeksdəki elementə ondan özü minus ondan əvvəlki. 8-in yerinə özü minus ondan əvvəlki, yəni 7 yazır. Plus alınmış bunu da 7-ni də cəmə əlavə eləyir. Sonra keçir 7-nin yerinə. 7-nin yerinə özü plus özündən əvvəlki. Yəni 7-nin yerinə 7 plus 7, yəni 49 yazır, 49 yazır. O da cəmə əlavə eləyir. 3-ün yerinə 0, 1, 2, 3. 3-cü indeksə 3-dür. 3-ün yerinə nə edir? Təkdir deyə aşağıdakı nə eləyəcək? Özü minus özündən əvvəlki. Yəni belə deyim. 3 minus 49 olacaq mənfi 46. 4-ün yerinə nə edir? Özü plus özündən əvvəlki, bu da olacaq mənfi 36. Mənfi 36. Bir də bunları cəmləyir də 49, mənfi 46, mənfi 46 plus mənfi 36. Mənfi 36. Neçə edir ki? Mənfi alınır cavab. Bir dənə dəqiq baxaq. Görək nəsə xəta eləmədik. Bir dəqiqə. Biz orada incə bir xəta alacağıq. 7 plus 7-yə biz niyə 49 yazdıq? 7 plus 7-yə niyə 49 yazdıq? Çaşıb vurduq bir-birinə. Yəni bir dənə sürətli şəkildə təzədən baxaq. 8-in yerinə deməli 7 yazdı. 7-nin yerinə 7 plus 7 14 yazdı. 7 plus 7. 3-ün yerinə 3 minus 14, yəni mənfi 11 yazdı. Onun yerinə 10 plus mənfi 11, bu da oldu 10 plus mənfi 11, mənfi 1. Bunları indi cəmləyəcək. Bunları da cəmləyəndə 2, 7-nin də üstünə 2, 9. Bunların cəmi oldu bizim üçün 9. Belə. Keçək indi növbəti sualımıza 25-ci suala. Elektron cədvəlin B2, B5 diapazonuna görə qurulmuş diaqrama əsasən B2 xanasının qiymətini müəyyən edin. Bizdən nəyi soruşur? C2 xanasının qiyməti C2-nin əla yaddansınız. Bura X. Bura X.
2 vur B2. 2x plus 2. 2x plus 2. B2 plus 1. X plus 1. 3x minus 6. Əla. Bura hansı diapazon əsasən qoyulur? B2, B5. Bura x. 2x plus 2. X plus 1. 3x plus 6. Minus 6. Opşi cəm neçədir? Opşi cəm neçədir? 3, 5, 6, 7. 7x, 7x, 2, 3. Minus 3. Bunun 40% buna bərabər olmalıdır. Vurdum 40-a, böldüm 100-ə. Böldüm 100-ə, bərabər elədim 2x plus 2-yə. Əla. Gəlirəm. 28, 2-yə də ixtisar eləyək də, gəl. 2, 5. Deməli, 14x minus 6 bərabərdir 10x plus 10-a. 4x bərabərdir 16-ya. X bərabərdir 4-ə. Əla. X-i 4 tapdım. Gəldim, qayıtdım yerə. Bura oldu 4. Bura oldu 2-dən 4, yəni 8 plus 2, 10. Bura oldu 5. Burada oldu 12 minus 6, 6. İndi bizdən B2, B5-in cəmini soruşur. 4 plus 10 plus 5 plus 6. Bu oldu 25. 25. Cavabım olacaq 25-ci sualda 25. Alqoritm icrasının zamanı A dəyişəni üçün 13 ədədi daxil edilərsə, I dəyişənin qiyməti neçə olur? Əla. Gəlin baxaq. A üçün 13 daxil edilsə. Hər dəfə 2 çıxa-çıxa gedir. 13, 11, 9, 7, 5, 3. Axırda da 1. Neçə dəfə? 1, 2, 3, 4, 5, 6, 7 dəfə işləyəcək. Düzdür? Yəni, belə də müəyyən eləyə bilərdik ki, hər dəfə 2 çıxırsa, 13-ü 1-dən kiçik eləmək üçün, məsələn, 5 dənə 2 çıxsam, 10 çıxsam 3 qalacaq. 6 dənə 2 çıxsam, axırda 1 qalacaq. Mən müəyyən elədim ki, burada da 1, 2, 3, 4, daha doğrusu biraz xətti biraz düzgün çəkək, oxunsun. Demək, neçə proses gördüm? 1, 2, 3, yəni burada da 1, 2, 3, 4, 5, 6. Yəni, 6 dəfə dövr daxili proses işlədi. 6 dəfə dövr daxili proses. Belə ki, çıxır ki, S-in də üstünə 6 dəfə 1 gəldi. Yəni, S-in qiyməti oldu 6. S-in qiyməti 6 oldu. I daxilin dəfə 1 olmadı. Yəni, H-yə gedəcək. H-yə gedəcək. H-yə getdiyinə görə I-nin üstünə, daha doğrusu A-n 1 oldu deyə H-yə getdi. I neçədir? 1. 1 plus S vur 2. S neçə idi? 6. 6 vur 2, 12. 1 plus 12 olacaq 13. Axırda da I-ni çıxışa verdi. Oldu 13. Keçək növbəti sualımıza. Uyğunluğu müəyyən edin. X ixtiyari natural ədəd olarsa, 2 üstü x onluq ədədinin 8-lik say sistemi yazışında ədədin ilk rəqəmi maksimum neçə olur? 2 üstü x-i 8-lik say sisteminə keçəndə 8-ə bölə-bölə gedəcəkdir. Yəni 2 üstü 3-ə bölə-bölə gedəcək. Ən axırda qalan qalıq ilk rəqəmdir. Maksimumda qalıq, yəni 2 üstü x-i 2 üstü 3-ə böləndə maksimum qalıq 2 üstü 2 qala bilər də. Yəni 2 üstü 2 x 2 olsa 2 üstü 2 qala bilər. 3 olsa o tam bölünəcək, qalıb qalmayacaq. Yəni maksimum burada qala biləcək bir şey 2 üstü 2, yəni 4. 4. Sonra 2 üstü x-i 16-lığa keçəndə, məsələn 2 üstü 4-ə bölə-bölə gedəcək də 16-ya. Yəni eyni şey soruşur. Burada da maksimum qala biləcək qalıq neçədir? 2 üstü 3 qala bilər də. Ondan yəni 8-dən o tərəfə bir şey qala bilməz ki, yəni tam ədədli x deyib. Burada oldu deməli 4, yəni D variantı, burada oldu 8, yəni A variantı. Keçək növbəti sualımıza. Daxil edilən ixtiyari bir ədədin müsbət və ya mənfi olduğunu müəyyən edərək çıxışa verən alqoritm blok. Yenə Word açaq. Daxil olmuş ixtiyari bir ədədin müsbət və ya mənfi olduğunu müəyyən edərək çıxışa verən alqoritm blok sistemini qurun. Əgər ədəd sıfırdırsa, sıfıra bərabər olduğunu. Boşla. Ədədi daxil edelim A. A böyüdür 0. Yox. A kiçikdir 0. Yox. Bura gəldi satsa, deməli 0-a bərabərdir. 0-a bərabərdir yazdıq. Həsində A 0-dan kiçikdirsə mənfi. Mənfi. Bunun da həsində A 0-dan böyükdürsə müsbət.
müsbət yazdıq formada, belə deyim, son. Formada sadə bir sualımız. Keçək növbəti suala. Klaviaturdan daxil edilmiş x və n natural ədədləri üçün ifadəsinin qiymətini hesablanıb proqramı yazaq. Pycharmımızı açaq. Deməli, x və n natural ədədlər deyib, ona görə input özünə gəlsin. Aha, x da int input. X və bunu bağlaya bilərik məncə. Daxil elədik. İfadənin qiymətini hesablamamızı istəyir. İfadəyə baxaq. Bizim üçün rahat aşağı cüt faktoriallar gedir. Əla. Python proqramı olduğuna görə bizə rahat olsun deyə belə deyim, faktorialı hesablayan bir funksiya yaza bilərik. Hər dəfə onun içinə lazımi dəyərləri yollayarıq və avtomatik faktorial hesablanmış olar. Hansı formada? Bu formada. Def f funksiyası n ədədini alır və n faktorialı hesablayaraq nə bilim, full funksiyası olsun. N faktorialı hesablayaraq bizə geri qaytarır. N faktorial da nədir? 1-dən n-ə kimi ədədlərin hasili. F-ə mənimsəyət f vurulsun i. Və axırda da ki, return eləyəcək f-i. Bu formada faktorialı hesablayaraq yaza bilərik. İndi s-i götürdüm, nə? 0, s-ə 0. Hər dəfə dövr daxilində. Fikir versəz, burada bir dənə əslində xəta vardı. Xəta nədən ibarətdir, onu deyək, sonra həll edək. Ardıcıllıq, riyazi bu bildiyimiz kimi riyazi bir ardıcıllıqdır. Bu da ardıcıllığın belə deyim düsturudur. Burada n-in yerinə 1 qoyanda bizə ardıcıllığın birinci həddini verməlidir. Fikir versəz, n-in yerinə 1 qoyanda başlayır nə? Buradan etibarən x+2 bölünsün 2 faktoru. 2 qoyanda x+4, yəni buradan sonra əslində oradakı bir hissəsi olmalı deyildi. İndi veriblər deyə biz də belə yaza bilərik əslində. Necə yaza bilərik? Bu silə bilsən buradan. S-in ilkin qiymətini götürürəm 1. Başlayıram for i in range 1-dən m plus 1-ə kimi hər dəfə S-in üzərinə gələcəm nəyi? Yuxarıda x+2 idi. X-in qüvvətində nədir? 2 idi. Surət belədir. Məxrəc isə faktorial funksiyasını çağırıram. İçinə 2i-ni də yollayıram. Yəni 2i bölünsün 2, x+2 bölünsün 2i faktorial formasında hesablaya bilərəm. Axırda da gələrəm bir dənə print eləyərəm nəyi? S-i. Bu formada yazmaq olar. Sonra əlavə olaraq belə deyim, bunu əslində çox üsulla yazmaq olar. Məsələn, block-sm-də düşsə biz funksiya yaza bilmirik, onda özümüz üçün müəyyən bir əlavə dəyişən götürərək hesablaya bilərdik və yaxud i-nin qiymətini hansı formada hesablaya bilərdik. Bu formada. Buna aid belə deyim, sual nümunələrindən bizim kanalımızda da mövcud izahlarına əlavə üçün baxa bilərsiniz. Biz keçək növbəti sualımıza. İxtiyarı daxil edilmiş A və B natural ədədləri üçün AB parçasında olan bütün sadə ədədləri çap edən proqramı Python dilində yazın. A int input, B int input. Baxın, yenə rahat olsun deyə sadə ədədlər istəyir. Mən bilirəm ki, 2-dən böyükdür də, yəni 2-dən böyük bərabərdir. Yəni burada 1 yoxdur. Buradan rahatam. Bir dənə funksiya yazam, def f funksiyası. İçində n alır, n-in sadə olub olmadığını deyəcək. Əla. Yazıram nə? S götürdüm 0-dan. For i in range 1-dən m plus 1-ə kimi ədədin bölənlərini sayacağım. F m faiz i bərabərsə 0-a, onda isə mənimsədəcəm s plus 1. Yəni, s əgər 2 olubsa, ədədin 2 dənə böləni varsa, bu sadədir. Yox, 2-dən çoxdursa sadədir. 2-dən azsa demək ədəd 1-dir, onda da yenə sadədir. Return eləyəcəm 1. Burada da return eləyəcəm 0. Sadədirsə 1, sadə deyilsə 0. Əslində bunu daha belə deyim, optimal şəkildə də yazmaq olardı. Kök altlasına, yarısına kimi getmək söhbətləri ilə. Sadəcə hər belə deyim videoda fərqli üsulla yazırıq ki, belə deyim, hər bir yolu görmüş olasınız.
Demək, AB parçasında gəzirəm A-dan B-yə kimi, A-dan B-yə kimi. Sadə ədədləri if f funksiyasının içinə i-ni yollayanda geri qayıdan dəyər 1-dirsə, deməli bu ədəd sadədir. Onda i-ni çapa verirəm. Всё, başqa heç eləmir. Başqa heç eləmir. Fikir verək. Məsələn, 10 ilə 20 girişə veririk, 10 ilə 20 girişə veririk və çıxışa verdiğinə 11, 13, 17, 19, 45 ilə 70-də girişə verək. 45, 70. Gördüyümüz kimi 47, 53, 59, 47, 53, 59, 61, 67. Belə videoların davamı üçün kanala like atıb, abunə olub, yorum yazmağı unutmayın. Növbəti videolarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.